Sağlam, bugün mətbəximdə yay süfrələrinin ən dadlı təyamını ağ gilas mürəbbəsini bişirirəm. Gilasları yuduqdan sonra xüsusi bir su hazırlayıram. Sodalı və limonlu su. Çərdəklərini təmizlədiyim gilasları bu suya atıram. Bu üsul gilasların həm rəngini qoruyur, həm də dənələrini diri və bərk saxlayır. İndi isə keçək bu mürəbbəyə fərqli bir dad, ətir verən gizli toxunuşa. Yarım limonun qabığını xırda-xırda doğrayıram. Limon qabığı gilasın şirinliyini mükəmməl balanslaşdırır və ona inanılmaz xoş təravət qatır. Ayrı bir qazanda şərbəti hazırlayıram. Gilasları bu qaynar şərbətə tökürəm. Gür odda bişməyə qoyuruq ki, o kəhraba şəffaflığını ala bilsin. Bişənə yaxın isə mürəbbənin xarlamaması və parlaq görünməsi üçün yarım limonun suyunu da əlavə edib ocağı söndürürəm. Və mürəbbə bişirənlərin ən çox vaxtını alan o kəf məsələsi. Kəfi götürməyin ən rahat yolunu bölüşürəm. Sadəcə təmiz bir salfetka. Salfetkanı mürəbbənin üzərinə toxundurmaqla bütün kəfi götürə bilərsiniz. Baxın, dənə-dənə şəffaf və tam təbii ağ gilas mürəbbəmiz hazırdır.